tanıdım. İnşallah ki hər bir kəslə qismət olar tez-tez söhbətləriniz, təlimlərə qoşularsınız, öyrənici bir xarakterli təlimlərdə sual-cavab əsasında, yəni mənim yaddaşımda aktiv olan xanımlar hər zaman qalır. Mən deyərdim ki, xanımlar, ən azından bu gün öyrədici deyəndə sizə elə bir məlumatlar ötürmək istəyirəm ki, yəni bu məlumatlar sizin üçün əsas amalcığır olsun. Yəni bilirsiniz nə üçün? Şəbəkə biznesinə, yəni şəbəkəyə ümumiyyətlə insanlar gələndə ətrafınızda deyirlər. Yəni biz yemək yeyərkən siz fikirləşməyin, mən danışdım, nə isə deyirəmsə, amma mən insanları dinləyirəm və analiz edirəm. Şəbəkə biznesinə hal-hazırda bizim xanımlar seçərkən, yəni gedim şəbəkə biznesinə də, olar, olmaz, ən azından bir çapçuqum olar, nəsə də belə bir anlayışla daha çox yaxınlaşırlar, yaxud da ki, alınmaz, belə bir təsəvvürlərlə gəlirlər. Yəni uzaqbaşı mənim qazancım burada çapçuqum olacaq, yəni yol xərcim, göyərti pulum, kartuşka pulum, nəsə də belə bir şeylər. Amma mən sizə demək istəyirəm ki, ümumiyyətlə biz xanımlar, Azərbaycan xanımları fərqli mentalitetlə böyümüşük, fərqli abu-havada böyümüşük. Yəni, abu-hava nə qədər olmasa bizə təsir edir. Çünki biz 70-ci illərin valideynlərindən tərbiyə görürük. 70-ci illərdə, yəqin analarımız orada, yaxud da kimsə 60-cı illər. Yəni biz ümumiyyətlə sosializm devrində yaşayanların bir qalıqları özümüzdə qalır. Bəlkə də zaman keçdikcə o yenilənməyə keçəcək, amma hal-hazırda yəni bizdə bunlar var. Və ümumiyyətlə Azərbaycan xanımları da onu demək istəyərdim ki, 3 faktora bölünürlər. Yəni indi faktorların içərisində həri özünü tapacaq. Yəni bu faktorlarda nədir? Birinciləri, ən əsası deyir ki, gedim ailə qurum, cavan, yəni bir imkanlı adama gedim, evi eşiyi olsun, məni yaxşı saxlasın. Demək olar mənim təminatımı verir. İmkanlı bir kişi, yəni o imkanlı bir həyat tərzi qazanır. Bu birinci faktordadır. İkinci faktorda insanlar var ki, saat 9-dan 6-ya kimi gedim, çalışım, 300 manat verir, 400 manat verir, 800 manat verir, 1000 manat verir və mən o aylıq maaşa görə həyatımı tənzimləyim. Yəni həyatımı ona görə tənzimləməliyəm mən. Üçüncü faktorsa insanlar var ki, nəsə özünü axtarırlar. Bir biznesini yaratmaq istəyirlər. Öz biznesinin sahibi olmaq istəyir. Gəlirini, maliyyəsini özü hesablamaq istəyir. Yəni özü ayaq üstə durmaq istəyir. Daha çox nələrsə nail olmaq istəyir. Yəni bizim xanımlar bax bunlara bölünürlər. İndi mənim zənnimcə bu 3 faktordan özü seçməlisiniz ki, siz hansısınız? Bilirsiniz necədir?